bazarda rəflərə düzdüyümüz meyvələr necə yol gəlir bilirsiniz? Səhər havası, təravətli gilas. İnsan bir anlıq burada hər şeyi unudur. Yaxşı vaxtını düşmüsən. Bizdə gilas artıq tam yetişib. Xoş gəlmişsiniz. Maarif dayı, görəsən bu gilasları belə dadlı eləyən nədir? Bizim bu torpaqlarda gilasa lazım olan hər şey var. Gün işığı boldur, gecələr sərin keçir. Bu da gilasa şirinlik verir. Suyu təmizdir. Üstəlik yığımdan qabaq biz onun tam yetişməsinə imkan veririk, təlestir veririk. O da bunun dadlıdır. Hə, Maarif dayı, vaxt gəldi bu gilasları bravo bazar rəflərinə aparmağa. Sağ səlamət, yolunuz düşsə yenə də gəlin, yaxşı yol. Mütləq, gilasınız da, qonaqpərvərliyiniz də heç vaxt yadımdan çıxmaz. Dünən bağdaydı, bugün bravoda. Təzə və təravətli şəkildə sizə təqdim edirik. Bravo, doğru seçim.